Hər kəsə salam. Bu dəfəki saatım Azərbaycan Hərbi Hava Qüvvələrinə özəl olacaq. Sən bizə lazım olan onların işarəsindəki formada saatın formasını hazırlamaq, daha sonra isə onların istəyinə əsasən Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin loqoları qoyuldu və Azərbaycan Silahlı Qüvvələrinin də işarəsini qoyduq. Həmçinin şəkilləri də onların istəyinə uyğun formada hazırladıq və daha sonra isə artıq saatı hazırlamağa keçə bilərəm. Öncəliklə saatın üzərindən bir qat epoksi dökürəm. Daha sonra isə rəqəmlər qoyulur. Rəqəmləri öncədən qızılı rəngdə qoymuşdum. Onlar qızılı rəngdə bəyənmədikləri üçün tünd mavi rəngə dəyişmək qərarına gəldik və yenidən üzərinə bir qat da epoksi döktüm və həmçinin də dizayna uyğun olması üçün də fərqli daşlarla dekor etdim. Və sizcə bu saatımız necə alındı? Sırf saatın rəngi ilə uyumlu olmağı üçün eyni ölçüdə rəqəmləri götürüb fona uyğun rənglədim. Çünki hazır mavilər bu rəng tonundan üst-üstə düşmürdü. Bəs sizcə qızıl rəng ilə daha gözəl görsəndi, yoxsa mavi rənglə? Əgər bəyəndinizsə like etməyi və fikirlərinizi bildirməyi unutmayın. Videoların davamı üçün isə izləmədə qalın.